danışar və ya Sərxan özü danışar. Məndən sonra etməz. Ondan sonra sosialdan çıxaracaq. Sərxanın səndən nömrəsi var, sənin də Sərxandan nömrən var. Sərxan nömrən var, sosialdan çıxardarsın. Nömrə yoxdur, nömrələşin, danışın, yoluna qoyun. Niyə video çəkim aldı? Mən bir şey deyim. Sən çağırdım, sən söhbəti bağlamısansa, sosialdan videoları sil, ged işinlə məşğul ol. Burada nə var ki? Sil dedin, sildim də, elə dirənmirsən. Sil də, sil. Onda danışma da, qaqaş. Orada trolların gəlməyə deməsin ki, bir dənə də bunu deyirəm, xeyr olacaq. mən bir də bunu deyirəm ki, hamıya aiddir bu. Kimlərsə mən nəsə demək istəyirsə, mənə sübut edəcək. Sübut eləməyən nakişidir. Qutardı getdi. Mən bunu demirəm, pis söz demirəm ki sənə. Sərxanım, mən bir söz deyim. Qardaşım, bir dənə mən qulaq as. Mən də sənə deyirəm ki, kimsə də mənə sübut eləmirsən, nakişin böyüdür. Qaqacan, bir dənə gözlə söz deyirəm. Bugünkü gün o hərəkəti eləmək istəyən insan, yəni hər cür variantını eləyə bilər. Onu Allah bilə bilər. Biz onu bilə bilmərik. Aşkara gördüyümüz isə hamı gedir, kömək eləyir. Amma biz görmürük axı kim kimdən nə alır. Faktı bu kişi orada görsən, sənin haqqında gedib burada vətən xaini danışır, mənim haqqımda, sənin haqqında. Mənə söz atır. Mənim kloplarıma adını çəkmədim də vətən xaini dedim. Ad çəkdim. Şərait yarat. Sonra deyirsən, vətən xainləri danışır. Yəni bura qoşurlar. Mən də onu deyirəm ki, ay Sərxan, bura qoşub onlara povod vermə. Onlar kimdə? Mənə heç kim söz deyə bilməz. Sən necə özünə yaraşdırırsan ki, o xainlərin ayağının altına atırsan bizim əziyyətimizi. O sənin adı bir dəvə çəkdir, sən onun büyüyün adını 200 dəvə çək. Hələ 200 dənə də bana video çəkirəm ona. Bax, proqramları qurmuşam. Bir dəqiqə hazır. Telegramda, Xaqocan, Telegrama yazın, girin ifşalara baxın. Bütün ifşalar oradadır. Mənim videoları sil orada. Nə ifşa? Allah şaban deyil. Sən ifşa böyük məsələlərdir. Yaxşı, səninlə işim yoxdur. Rahit, başqa sözüm var. Daha sağlığın. Deyirəm ki, yəni 2 dənə, 3 dənə, 4 dənə adam var da bu işlər görən. Gör nə qədər pozğun var, gör nə qədər problemli adamlar var. Gör nə qədər tərbiyəsiz adamlar var. Sən Sərxanın üstünə düşmüsən, video çək. Lazım deyildi. Sərxan birinci o başlayıb. Bax, yapışıblar məndən. Ki, mən birinci Sərxanın video çəkmişəm. Qardaş, mən onu demək istəyirəm ki, bizim 40 yaşımız var. Bizim bir-birimizə video çəkəsi yaşımız deyil. Mən onu demək istəyirəm. Qoy onu çəksin. Qoy onu çəksin. Deyirlər ki, sənin söhbətin gedir Sərxan canlısında. Niyə? Sən bana nə deyirəm? Niyə? Zıboy verirəm, niyə? Dəllərimin ağzında dayan da. Niyə? Abi sakit ol. Buna deyirəm ki, yazırsa orada video çəkirsən ki, ev tikir, ev satır. Deyirəm gəl mənə sübut elə də. Onu niyə mən orada çəkirəm? Gəl də. Ay Sərxan, deyirəm də. 50 manatdır da bilet. Gəl Azərbaycanda oturaq canlı ilə səni sübut edin. Tək-bətək. İkinci qoşulanda mənliksizdir. Mənlə tək-bətək. Yedin də səhvədir ki, mənim sözümü deyirlər. Görürsən? Ancaq geylir də. Tək-bətək çıxmaq istəyir, heç kim də gəlmir. Səndə o duq var ki, sən gəlib bir çay içmək. Ay, 3 mənim boydasan, nə ki? 3 mənim boydasan, Amerika dəli söz atasız ki... Deyirəm, 3 mənim boydasan. Ağol, sən bir burasok vuraram, boynunu da alıram. Sən də sən boyda şarı bir dənə iynə. Sən öl deyirəm, sən bir burasok vuraram, boynunu sınar. Mənim boydasan, gəlirsən, 3 mənim boydasan. Xaqo, söhbət bağlanır, onları sil lazımdır başqa yerdə. Görürsünüz, mən sizin haqqda danışmıram. Mənim niyə qarşırsınız işimə? Axırda bu xalalar yığışıb bunun səhifəsini bağlatdıracaq. Primazada işləyəsi kişi deyirəm. Sən başını qarışıb qızlara, gəl deyirsən ki, birinci sənin görmüşəm. Birinci mən olmamışam. Birinci burada mənim söhbətlərim gedib. Qızlardan çox danışan başı qarışır, qızlara. Yaman qız deyirsən. Yox, yəqin ki, başın qarışıb da deyirsən, xəbərim yoxdur. Mən neyini? Başım sənə qarışsın. Başım mənə qarışıb, onda bir dəfə girib fikir bildirər. Ehtiyac yoxdur, lazım deyil. Görürsən, mən o qədər adam düşüb üstümə təkliflər. Bir dəfə deyərdin ki, yanlıyıq. Nə oldu? Bir dəfə bir kamera, bir mikrofonu qoy yerə, get bir həftə istirahət elə, cəmaət əl çəksin sən. Misafirinə qalxır, sənə Türkə verilən çulbanları yığışdı böğrünə. Sənə bir xeyri gələsilər olur. Sən necə 10 bun qoşursan, mən də 10 bun qoşuram. Yardım edirəm. 8 dənə operator çevirir, bir toy çəkir. Açırsan, profilli, qarpız kimidir. İçindən qırmızı da çıxır, ağ da çıxır. Mən neyini? Elə bir istəyirsən, Aygünün klipini çəkir, 8 dənə operator. Amma mən görəndə Sərxanı söyə, fərq yoxdur. Kim olsun, cavabını verib çıxardıram. Qoyma, elə söyüş gətir. Mən şantaj edirsən, elə söyüşdən zaddan danışırsın. Sənə şantaj eləmirəm. Sən olanları deyirəm ki, mənə bunu edirsənsə, onda busan. Sən başdan ayağa səhvsən. Ağa, yasamaldayam.
Tamam, ümumiyyətlə onda düzün Eləmə, yox. get videoları, get yaşa da rahat. Nə işin var bizlərlə sən? Sənin mənlə işin oldu. Mən səninlə nə işim oldu? Sən artıq haqqında nəsə danışmışdın. Danışma da, bir-birimizi tanımırıq. Sən sadəcə o vaxt ki, sənin 5 il qabaq mənlə olan problemimə görə bilirəm ki, mənə qarşı nəsə ürəyində var, amma açıq demirsən. Ömrü boyu Açıq demirsən. heç kimdən mənim söhbətim olmaz. Sərxan, ay Sərxan. Buyur. Də bura, bunu göndərək tətilə, bir həftə dincəlsin. Allah bunun başı itəcək. Yox, bilsən, mənə yandıq tökən bilsən nədir, Rahid? Eləmədiyim işləri mənə danışandan mənə xoş gəlir. Ona görə deyirəm. Mənə də yandıran odur da. Girirlər bura, qoşub Sərxan bura, Sərxanda canlı adam çoxdur da maşallah. Adamlar qoşdu bura, danışırlar. 3 qlok belə getdi, Xaqo belə yedi, Xaqo bir mat eləmədi. Sərxan da durur sakit qulaq asır. Xaqo, heç olmuyor. Bütün payını verə bilmir ki. Sən bu şey, Xaqo. Bax, sənin də əziyyət vitrində xoşuma gəlir. Mən də əziyyət. Xaqo, gedib pul yığırsan, oradan pul götürmürsünüz özünüzə. Pul yığıram mən. Mən bir ay, o evlərdə mən bir ay kampaniya kimi həmən 30 gün elədim Ramazanda ki, insanlar dəstək olsun. Ondan sonra ləğv elədim. 30 gün. Billəməyək, Mən pul yığırsan, 2000, 500 mat verirlər sənə. Mən heç vaxt pul götürməm. Kimsə desə ki, ala sənə pul verirəm, deyərəm get yardım elə. Atasızlara yardım elə. Sərxan, arvadlar var, bəzi qoca arvadlar. Çoxsu şükür eləyən olmur axı. Kömək edirsənsə 2-3 ay edirsən. 2-3 ay edirsən, sonra bir də görürsən ki, çönür sənə, başlayır məsələn Xaqoya yazmağa, məndən danışır. Ona yazır sənə və yaxud da Xaqodan danışır sənə. Belə şeylər də olur da. Qadınların çoxsu hər zaman şükür eləmir. Yəni kömək elədiyimiz insanlar bəzən haqqımızı tapdalaya bilir. Amma Xaqocan canını açıb 1000 yığıb, cala 500'ü sənə, 500'ü mənə, bura bu sir qalası şey deyil. Bu əvvəl axır çıxır ortaya. Ona görə elə şeylərdə ehtiyatlı olmaq lazım. Görmüsən? Gəl göstər mənə. Bir dənə ailəni göstər ki, ondan bir manat cibimə pul qoy. Biz burada hər şeydən danışırıq. Demirəm pul qoymana. Sən bugün mənə adi belə cibimə elə belə, necə sən bunu qoyursun, 100 manat belə versən. Mən bugün gəlib ona yardım edən adamlar. Mən cibimə pul qoymuram. Ona görə mən əsəb gəlim. Sonra deyirsin ki, Xaqo niyə əsəbləşsin? Mən cibimə pul qoysam, vecimə olmaz. Xaqo, sən söhbəti bağlayıram. Kimlərsə yetimin, kasıbın, xəstənin puluna şəritdirsə elə bir anası ilə zina eləyib. Qəbul edirsən? Kim pul yiyirsə, istəyir ev tikəndə, istəyir misafir qoşanda, istəyir gəlib yardım eləyəndə, fərq yox, istəyir adam gəlib xəstəyə pul yığanda, kimsə. Kim o pul yiyirsə, bir şərəfdir, namussuzdur, evindən xəbərsizdir. Bəli, indi qoyun, gedin axtarın, gedin siz də baxın, mən də baxın. Görün bu günə kimi kim nə xəşləyib, kim nə yiyib. Araşdırın, ölçün, biçin, ondan sonra hesablayarsınız. Yaxşı? Bilirsiniz bu söhbətlər necə bura çıxıb, bilirsiniz niyə? Çünki bugünkü gün, qardaş, maşın satan bir adam gedir başlayır yardım eləməyə. Bərbər gedir yardım eləməyə. Var eləsin, onun işi nə bilim. O gedib 50'in 30'a da yer, 100'ün 5'e de yer, özü bilər. Biz onu qarışmırıq. Qardaşım, çatlaq oradan çıxır da. Oradan da gəlir bizə dayanmışdır. O elə deyəmə, Ayça, onda sən, mən, Sərxan fərqi yoxdur. Bütün yardım edən insanlar elə şeylərin qabağını almalıdır və elə danışan adamların ağzına vurmalıdır. Bu millət var. Çünki bugün Sərxana pul atan, mənə də haqqına girmək lazımdır. Mənim bir yetim paylaşımda pul atar, Sərxanına da atar, Rahiddə də atar. Bu adam görəndə ki, Xaqo pisdir, vəbşi Sərxana da atar. Heç kimi qoşmayın, əzizim. Mənə lazım deyil bura. Kimsə heç kimi qoşmayın. Yo, dava söhbət lazım deyil. Sağ ol, sağ ol, oğlum. Heç kim qoşmayın, mən